Açığı mən burada hansısa bir uğur əldə olunmasına müəyyən qədər skeptik yanaşıram. Çünki faktiki olaraq ABŞ-la İran arasında bütün qalan məsələləri kənara qoysaq, iki əsas məsələdə fikir ayrılığı var. Bu İranın nüvə sənayesi ilə bağlıdır. Belə ki, ABŞ İranın həm nüvə silahının olmamasını istəyir, həm nüvə sənayesinin ümumiyyətlə bağlanmasını istəyir. Yəni belə bir sənayesinin olmamasını istəyir. İran isə bu iki məsələni bir-birindən ayırır. Deyir ki, biz nüvə silahı əldə etməyəcəyik, bununla bağlı söz veririk, bununla bağlı müqavilə imzalaya bilərik. Amma və lakin nüvə sənayesi İranın milli fəxridir və bu bizim daxili işimizdir. Yəni biz öz nüvə sənayemizi, deyək ki, uranın zənginləşdirilməsini, digər nüvə laboratoriyaları və s. açıq saxlayacağıq. Çünki biz bundan elektrik enerjisi üçün və ya digər məqsədlərlə, tibbi məqsədlərlə və s. istifadə edə bilərik. Yəni bu bizim daxili işimizdir. Yəni faktiki olaraq burada bir-birinin ayrı iki məsələdə fikir ayrılığı var. Belə ki, nüvə silahı ilə bağlı, atom bombası yaradılması ilə bağlı tərəflər razılığa gələ bilirlər. Hətta bununla bağlı bilirsiniz, bu məsələn Xameneyinin fətvası var idi. Bəs nüvə silahı haramdır, yaradılması lazım deyil və s. və ilaxır. Və bu məsələdə bir ortaq fikir gələ bilərlər ki, Obama dövründə xatırlayırsa bu ortaq razılıq əldə olunmuşdu. Nüvə sazişi əldə olunmuşdu. İndi Tramp administrasiyası dövründə bundan bir addım irəli gedərək uran sənayesinin, yəni nüvə sənayesinin tamamilə bağlanması istənilir. Bu aydın məsələdir ki, İran bunu qəbul eləməyəcək. Çünki bütün İranın bu deyək ki, 10 illərdir milyardlarla vəsait qoyduğu bir sənayenin bağlanması demək olar və İran bunu öz əhalisinə də böyük ehtimal izah edə bilməyəcək. Başqa bir məsələ isə hətta bəzi hallarda ABŞ və ABŞ tərəfi daha da irəli gedərək təkcə nüvə sənayesi deyil, hətta ballistik raket proqramının da deyək ki, bu ballistik raket sənayesinin də azaldılması istəyir. Hansı şəkildə deyək ki, bu raketlərin hədəf sayının deyək ki, azaldılması, deyək ki, onların mənzil uzaqlığının azaldılması barəsində danışılır. Yəni faktiki olaraq İranın hipersonik və ya deyək ki, ballistik raketlərin olmasının da necəsə qarşısını almağa çalışırlar. Yəni bütün bunlar yekununda tərəflər arasında sırf bu məsələdə böyük bir fikir ayrılığının olacağını göstərir. Mən elə digər məsələlərdən deyək ki, Hörmüz boğazı ilə bağlı, neft və sudan satışı ilə bağlı, deyək ki, kompensasiyalarla bağlı, ABŞ-ın yaxın şərqdən bazaların çıxarılması və İranın necə təhlükəsizlik qarantiyası verilməsi ilə bağlı danışmıram. Ən azından deyək ki, burada Trampa tam qələbə elan etmək üçün bu iki məsələdə, yəni nüvə filizinin, nüvə sənayesinin özü ilə bağlı və uran filizinin zənginləşdirilməsi ilə bağlı bir qələbə deyək ki, elan etməsi lazım. Yəni İrandan bu hətta ABŞ açıq şəkildə yarım tona yaxın 460 kiloqram uran filizinin zənginləşmiş uranın çıxarılmasını belə istəyir açıq şəkildə. Çünki əks halda sadəcə burada atom bombası ilə bağlı, deyək ki, nüvə silahı ilə bağlı bir faktor olsa, o zaman bu Obamanın sazişi ilə eyni təşkil edəcək. Onda da suallar ortaya çıxacaq ki, elə Barack Obama bu sazişi imzalamışdı və bunun üzərində bir bölgə sülh gəlmişdi. Trump bundan niyə çıxdı? Bundan çıxdıqdan sonra bu qədər müddət keçdi və daha sonra niyə bu müharibələr baş verir? Əgər yekununda bütün bunlar Obamanın imzaladığı sazişin eynici ilə yekunlaşarsa. Yəni Trump burada ən azından bir fərq onu da göstərməlidir ki, dediyim kimi bu müəyyən əlavələr eləməlidir. Bu deyək ki, nüvə sənayesi ilə bağlı və ballistik raket proqramı ilə bağlı. Başqa bir məsələ isə burada ABŞ-dan başqa İsrailin də müəyyən oldu. Biz bununla bağlı danışmırıq daha çox bu məsələyə. Deyək ki, ABŞ İran müharibəsi kimi baxın. Burada bir də əslində İran-İsrail-ABŞ müharibəsidir və burada əgər ABŞ üçün hətta İranın nüvə sənayesi bəlkə də çox kritik əhəmiyyətə sahib deyilsə də, yəni ABŞ-ın özünü birbaşa təhdid eləmirsə də, İsrail bu məsələdə xüsusilə həssasdır və ümumiyyətlə İranın bütün nüvə proqramının yığışdırılması istəyir. Bir açıq şəkildə İranlı nüvə alimlərinin deyənə qədər öldürülürdü, nüvə obyektlərinə zərbələr vurulur İsrail tərəfindən və hətta İsrail açıq şəkildə bildirildi ki, ABŞ bu kampaniyaya başlamasa biz özümüz bu müharibəni başlayacağıq və hansı şəkildə bu qarşısını alacağıq və hətta danışıqlar prosesində də İran tərəfi, yəni Abbas Araqçının dediklərindən belə gəlmək olur ki, hansı şəkildə ABŞ vitse-prezidenti J.D. Vance ilə ortaq bir məqama yaxınlaşmaq istəyiblər. Ancaq daha sonra Netanyahu-nun ona zəng etməsi və deyək ki, ABŞ-ın mövqelərinin bundan sonra bərkiməsi, möhkəmlənməsi
sülh danışıqlarının dalana dəyməsinə səbəb olub. Yəni bununla bağlı da belə bir açıqlama verirlər və burada İsrailin mövqeyi ABŞ-ınkindən daha sərtdir. ABŞ dediyim kimi öz təhlükəsizliyi ilə bağlı burada xüsusi problem görmürsə, deyək ki, İranın hətta nüvə sənayesinin necəsə qalmasını və inkişaf eləməsini, İsrail birmənalı şəkildə İranın bütün nüvə sənayesinin sıfırlanmasını istəyir və ballistik raket proqramının sıfırlanmasını istəyir. Çünki ən azından indi ABŞ-a İran raketlərini çatmasa da biz İsrailə bu müharibədə İran raketlərinin çata bildiyini gördük. Bu da onları narahat edir və aydın məsələdir ki, İsrail burada İrandakı rejim dəyişikliyini və hakimiyyət dəyişikliyini ABŞ-dan çox daha artıq maraqlıdır. Və paralel olaraq görünür ki, ABŞ bundan başqa fərqli istiqamətlərdə də İrana təzyiqlər eləməyə çalışır. Məsələn, Şimali İraqa, oradakı fərqli Kürd terror təşkilatlarına və fərqli Kürd qurumlarına silahların ötürülməsi ilə bağlı. Düz bundan əvvəl bir dəfə dedilər ki, ABŞ oraya silah göndərib və o silahlar oğurlayıblar. Yəni bəzilərini həmin təşkilatlar özlərini saxlayıb, bəzilərini İran tərəfindən göndərilmiş şəxslər özləri ilə qələmə verib ki, ələ keçiriblər. Yəni ABŞ aldadıblar, bu şəkildə açıqlamalar verdilər. Amma Trump bir anda açıqlama verdi ki, dedi ki, biz İraqın şimalında silahları göndərmiş və onlar silahları alıblar. İndi bu nə mesaj verməkdir? Yəni faktiki olaraq oradakı şəxslər artıq silahlıdır və hazırdır, lazım gələrsə necəsə müdaxilə edərmi demək istəyir. Digər tərəfdən biz açıq şəkildə Hörmüz boğazına ABŞ-ın müdaxilə imkanlarını görürük. Məsələn, ABŞ donanması gah yenidən Bəhreynə doğru yol almaq istəyir, deyək ki, boğaz daxil olmaq istəyir. Vaxtaşı İran tərəfi bununla bağlı xəbərdarlıqlar eləyir. Orada müəyyən toqquşma riskləri var, çünki İran faktiki olaraq dənizə sülh müqaviləsi olan ABŞ donanmasını buraxmaq istəmir. Digər tərəfdən ABŞ Hörmüz üzərinə ikinci blokad elan edib. ABŞ da İranın pul alıb buraxdığı gəmiləri, İran icazəsi buraxılan gəmiləri buraxmaq istəmir. Düzdür, dünən bildiyim qədər Çin gəmisi oradan keçdi və Çin bunu açıq şəkildə öz suverenliyinə hörmətli dəyərləndirdi və Hörmüz boğazı ətrafındakı bu gərginlik də ki, deyək ki, İran ABŞ gəmilərini buraxmaq istəmir və ABŞ digər gəmiləri buraxmaq istəmir. Buradan da bir gərginlik xətti yarada bilər və burada da deyək ki, vaxtaşırı olaraq bu hərbi arealda, yaxın məsafədə bir müşayiət edən İran və ABŞ gəmiləri arasında da bir toqquşma riski ola bilər ki, bu da hadisələrin eskalasiyasını gətirib çıxara bilər. Yəni bu da məsələnin başqa bir yönü.